yollarından biridir. Burada nələrə diqqət eləməliyik? Konkret olaraq Şah Abbasın Adamı Çavakib əsərindəki uyğunluğu istəyirəm. Məzmunla bağlı doğru fikirdir. Biri rahat yəqin ki, hamımız düz götürəcəkdir. Şah Abbas və vəzirlərinin simasında xalqın taleyinə bicanə qalan idarəçilər ifşa olunub. Razıyıq. Bir çox ictimai siyasi problemlərin bədii həlli verilmişdir. Bu bizi düşündürə bilər ki, məzmunla bağlı doğru fikir ola bilərmi? Formaya da biraz bənzəyir, amma bəli, bunu məzmun üçün doğru veribdir. Üçüncü fikir yanlışdır. Şah Abbasın hakimiyyətdən devrilməsi xalq içərisində milli azadlıq hərəkatının başlanmasına təkan vermədi. Bunu görmədik, sildik. Bir, içini götürə bilərik. Burada ən, belə deyək, maraqlı bir fikir 4'dür. Konkret olaraq bizi çaşdırmağa tam meyillidir. Baxırıq, aid olduğu ədəbi növün tələbinə uyğun şəkildə nəsrlə qələmə alınıb. Burada bilirsinizmi yanlış nədən ibarətdir? Əgər versəydi ki, Aldamış Çavakib povesti janrın tələbinə uyğun şəkildə nəsrlə qələmə alınmışdır, onda doğru olardı. Burada yanlış olan məqam odur ki, Aldamış Çavakib ədəbi növ olaraq epik növə daxildir. Amma epik növün tələbi deyil ki, bu əsər nəsrlə qələmə alına bilər. Epik növün tələbi odur ki, epik növdə olan əsərlər həm nəsrlə, həm də nəzmlə qələmə alınır. Dördüncü fikrim ona görə yanlış idi və cavab olaraq 1, 2, 4. Həyata əks etdirmə üsulu kimi təhkədən istifadə olunub, əlbəttə. Aldamış Çavakib povesti epik növə daxildir. Epik növdə olan əsərlərin hamısında təhkə əsas olur. 6. Yusif Şahın apardığı köklü islahatlar müəllifin milli mənəvi dəyərləri bərqərar etmə istəyini əks etdirir. Bu isə bizim formamız yox, məzmunumuzla bağlı doğru fikirdir. Bizdən sırf forma ilə bağlı yanlış istədiyi üçün biz 4'ü götürməliyik. Cavabımız 1, 2, 4. İskəndərnamə əsərində obrazlarla bağlı doğru fikri olmayan fikirlər istəyir. Bu da yaxşı suallardandır. Çəyanlara xüsusi rəğbət bəsləyən İskəndər əsərin sonunda onları yer üzündən silmək istəyir. Belə bir fikir yanlışdır ümumiyyətlə. Onları yer üzündən silmir. İskəndər yer üzündən kimi silirdi? Surişləri, səs salan, səs-küy törədən insanlar, yəni ona maneçilik törədənləri. Öz sərkərdələrinin xəyanəti ilə üzləşən Dara Misirlərlə döyüşdə ağır yaralanır. Yanlışdır, çünki Misirli deyil. Bu konkret olaraq biz Daranın yaralandığını o məqamda gördük ki, öz sərkərdələri tərəfindən yaralandı. İskəndərin Bərdəyə gəlməsindən xəbər tutan Nüşabə onu sarayına dəvət edir. Nüşabə xəbər tutur, amma onu sarayına dəvət etmir. İskəndərin özü gedir. Zülmkarlığı ilə ad çıxaran Pələngər İskəndərlə döyüşdə məğlub olur, əlbəttə. Ərəstu bir çox problemli vəziyyətdə İskəndərə ağlı məsləhətlər verirmi? Əlbəttə verir. Bizim doğru olmayan istədiyi üçün biri 1'dir, deməli 2'dir və 3'dür. Baxırıq, deməli sonraki sualımıza. Bu da yaxşı suallardan biri idi. Anarın Keçən ilin son gecəsi dramı ilə bağlı yanlış istəyir. Şifahi xalq ədəbiyyatının deməli müxtəlif janrlarına aid nümunələr yer alınıb, təbii ki, doğrudur. Folklor nümunələrindən orada biz laylanı, oxşamanı görmüş oluruq və hətta sanama belə var. Yəni əkil-vəkil quş idi, ağaca qonmuş idi. Bunu görürük Rüstəmin nitqində. Bayram adətlərinə ciddi yanaşma müəllifin irəli sürdüyü əsas fikirdir. 2 yanlışdır. Bayram adətlərindən ciddi yanaşma falan danışılmır. Qəzənfərin vəsiyyətinə görə ali təhsil almağın vacibliyi vurğulanır. Bəli, Qəzənfər deyirdi ki, oxuda bilsən, uşaqları oxud, amma demədi ali təhsil almaq vacibdir. Onun fikrinə görə o idi ki, istəyir həkim elə, istəyir fəhlə, əsas odur deyir, olur adam olsunlar. Yəni onları şəxsiyyət olaraq böyüdü. Üçüncü fikrim yanlışdır. Ailə birliyi, milli mənəvi dəyərlərə bağlılıq var, əlbəttə. Dəyərlərin nəsildən nəsil ötürülməsi var idi, əlbəttə var idi. Bizə yanlış olaraq 2 və 3-cü fikrimiz idi. Deməli, baxırıq Qurbanəliyə. Qurbanəli ilə bağlı verilən fikir də yaxşı idi. Çünki açıq suallara xüsusən baxmaq lazımdır ki, bunu başqa testlərdə bizə salacaq. Nitqi və davranışları arasında təzad var. Bu tam doğrudur. Yəni, belə deyək, orada olan qadınlara davranışı hara, öz yoldaşına və ya qaravaşı olan davranışı hara. Milli kimliyini danırmı? Milli kimliyini dandığını görmədik. Bəli, milli kimliyini, kimlik və şəxsiyyətini itirmiş surət olaraq verir, amma danma məqamı yoxdur. Söylədiyi fikirləri ispat etmək üçün kənar şəxslərin təsdiqinə ehtiyac duyur, düzdür. Rəzil vətəndaş olsa da nümunəvi ailə başçısı da tamamilə yanlışdır. Səhvlərimiz isə bizim 2 və 4'dür burada. Sonra baxırıq digər suala. Deməli, Qurbanəlinin dediyi Hikmətin fəziləti rahat sualı idi, izah ehtiyac yoxdur. Sonra Zəhər hekayəsi, bu da maraqlı suallardan biri olmalıdır. Baxırıq buna da. Deməli, Zəhər hekayəsində bizdən istəyir Mir Qasım haqqında doğru fikirlərdir. Deməli, yüksək vəzifədə çalışan oğlanlarına arxayın olduğu üçün meşəyə zərər verə biləcək hər kəsə meydan oxuyur. Tamamilə yanlışdır, sadə insan idi. Meşənin su altında qalmasına kədərlənsə də gələcəklə bağlı ümidsiz deyildi. Doğrudur. Deyir, 200 il yaşamasa atasına lənət. Belə bir söz var. Sus çöllərin abadlaşdırılmasına iştirak edən oğlu Bakıdan, bəli,
Oğlu Bakıda, konkret 10 illiyi bitirən oğlu görürük ki, Bakıda işləyir. Belə deyək, bənd tikintisində. Amma mühəndislik oxuduğunu biz görmədik, mühəndislik ixtisasını. 3 yanlışdır. Görün hardan bizi vurmaq istəyir. Oxuduğu mahnıların sözlərində meşənin məhv